Salam dostlar, mən Bileysi. Bu gün sizlərlə birlikdə gameplay edəcəyik və TikTok səhifəsi açmışam. O TikTok səhifəsinin linkini deyəcəm, zəhmət olmasa takip atarsınız və həm də ki mənim YouTube hesabım, yəni 72 abunədir hal-hazırda, 100 abunə olacaq. Ona da zəhmət olmasa 100 abunə eləyərdiniz daha yəni. Belə səhifəm YouTube səhifəm hal-hazırda 72 abunədir və 11 video var. Ən axırıncı videomda 3 həftə əvvəl paylaşılıbdı və TikTok səhifəmdəki budur, linkini açıqlamaya qoyacağam. Yəni ki, link açıqlamada olacaq. Mən heç nə, bu qədərdir danışır. Deyirəm, gəlin gedək gameplay videosuna. Yalnız kurtda görək nə qaracağıq, nə edəcəyik. Deməli gəldik, qarşı tərəf ağrımı. Uyda, bəxtim erməni oyuncusu gəldi özdə. Onu da biraz bu tərəfə çəkək. Bunun seçdiyi silahlara baxıq. Bunlar oyuncu olmayacaq. Bəli, bir shot aldıq. Birinci shot bizdədir. Rəhmə alacaq ikinci shot. Vurardım ya sen dedim şeyden pompalıyla vurdum, beyazlarım şeyden vurdum, Victor'dan. Şimdi de pompalıyla vururum. Deməli belə ağrımını götür. Şimdi dostlar burada kafa şeylemeyeceğim, yani əhəmiyyət kafaya vermeyeceğim, əhəmiyyət. Burada niye vurabilmedim? Öyle vurabilmedim. Elim gitmedi. Elim sinmeyip ve oyuna hele ince girmişim. 2 gündeki oyunda olmamışım. 2 günde oyunda olmamışım ondaki. Rəsmin qalmıyor. Görək o nə seçəcək. Deagle seçdik əşək. Görək nə olacaqsa. Gəl Deagle'cı, gəl. Böyle şak elətdirir. Gəl görək. Çox şak elətdirdin ha. Çox Deagle'da belə güclüsən. Şak elətdirir. Gameplay qismində belə oldu. Erməni ilə resimizi aldıq. Arımı players. Qaqa nəsə mən burada güclü oyunçuluq görmədim. Amma nəsə da yəni o qədər güclü deyilsən.
hal-hazırda SD'də dostlar 107 ulduzam. Əslində 114 ulduzuydum. 107-yə düşdüm. Səbəbi dediyim kimi 2 gün zad aktiv olmamışdım. Plus da ki ən axır dəfə girəndə bir 3-4 dəfə uduzdum deyə əsəbləşib çıxdım. Yəni oyundan. 148-ə sıralamaya atır. Bilmirəm, sıralamayı məncə giriş eləyəcəm. Giriş eləsəm videosunu çəkərəm. Eləməsəm belə heç olmaz da başqa vaxt sıralamaya olsa girəcəm. BR-da bir dəfə girmişəm. Heç də hələ girməmişəm sıralamaya. Ancaq ustanın üstləri olmuşam. Yəni Seskin Kahramanzada olmuşam, amma sıralamaya girməmişəm heç də. Girsəm videosunu çəkərəm. Bundan sonraki videomuz, yəni bu videodan sonraki videomuz, spoiler verim sizə, Elmas xəstələmə videosu olacaq. Bəlkə Evo da ola bilər. Yəni videomuzu siz görəsiniz. Spoiler da verim mən sizə. Videomuz bura qədər. Like atıb abunə olmağı yaddan çıxartmayın. Sağ olun. Görüşənədək. Hələ